Münasibətinizlə əlaqədar ciddi bir danışığınız olubdur. Yəni, tutaq ki, deyirsən ki, hər birimizin bir-birimizə qarşı şərtlərimiz olub və ya danışıqlarımız olubdur. Münasibətlə əlaqədar qərar aşamasındasınız və ona buraxmısan, addımı ona buraxmısan. Gəl baxaq, nə qərar veribmi, münasibəti düzəldəcəkmi? Hazırda fikrindəki insan hansı enerjidədir? Münasibətinizlə əlaqədar nə qərar veribdir? Davam etməyi düşünürmü? Hansı enerjidədir? Oy, oy. Dəryada gəmiləri batıbdır bu dəqiqə bu insanın. Bu dəqiqə ümumiyyətlə heç qərar da vermək istəmir. Heç bir şey etmək istəmir. Ola bilsin son danışığınız ona çox təsir eləyibdir. Duyğusal cəhətdən özünü böyük bir boşluqda hiss eləyir. Elə bil ki, sən onun üzərinə böyük bir təzyiq göstərmirsən, böyük bir baskı göstərmirsən. Sənin sözlərinin altında qalıb, sənin gücünün altında qalıbdır və bu dəqiqə üzərində hansısa bir dünyanın dərdini daşıyır. Münasibətlə əlaqədar nə qərar veribdir? Münasibətlə əlaqədar nə qərar veribdir? Nə qərar veribdir? Əslində, heç nə olduğu durumu dəyişmək istəmir bu insan. Bu insan vəziyyətinin ciddiyyətini də qəbul eləmək istəmir. Məsələn, sən deyirsən ki, sən özünü belə aparırsan, sən belə bir səhv eləmişsən mənə qarşı, bunu eləmişsən. Onlar sənin dediyin sözlər mahnı kimi gəlir, yəni. Bu dəqiqə ceski situasiyadadır, bu şeyləri qəbul eləmək istəmir. Amma, belə deyim də, ayrılmaq da istəmir. Ayrılmaq da istəmir. Sadəcə olaraq istəyir ki, belə mən yatım durum, görüm ki, hər şey düzəlibdir. Aramızda heç belə bir söhbət olmayıbdır. Yəni, məsuliyyəti götürmək istəmir. Sadəcə bilmir neynəsin. Deski pozisiyada qalıbdır. Belə deyim. Münasibəti davam etdirmək istəyirmi səndən? Buna da baxaq. Davam etdirmək istəyir. Prosta sən bu qədər ona qarşı sərt olmamalısan. Sən bu qədər ona qarşı tələbkar olmamalısan. Sən çox tələbkarsanmış ona qarşı. Çox belə sərt danışırsanmış. Bu durumu qəbul eləmək istəmir. Ona qarşı haqsızlıq elədiyini düşünür. Çünki o istəyir sənin, elə bil ki, sən indiyənə qədər onun elə bil çox nazını çəkmisənmiş, çox şeyə susmusanmış. Birdən-birə dilin açılıbdır və bu situasiyanı qəbullanmır ki, necə bu beləymiş ki, yəni və yaxud da ki, bu niyə belə danışmağa başlayır. Amma bu davam eləmək istəyir. Gəl baxın, münasibətinizi bərpa etmək üçün addım atmaq istəyirmi? Münasibətinizi bərpa etmək üçün addım atmaq istəyirmi? Addım atmaq istəyirmi? Bu addım onun üçün o qədər çətindir ki, yenə deyirəm, bu tənbəl və aciz bir insandır. Bu sadəcə düşünür ki, mən heç bir addım atmayım. Nə ayrılmaq üçün addım atmayım. Məsələn, sən demirsən ki, ayrılırsansa üzümə denən ayrılmaq istəmir. Axı, özünə deyə bilmir ona görə də. Qoy belə qalsın, görək öz yolundan necə həll olacaq. Qoy özü başa düşsün ki, mən ayrılmaq istəmirəm. Belə deyim də, öz yolundan barışaq. Yəni, hər ikimiz də humanist davranaq bir-birimizə. O axı görür ki, nə bilim, mən onu sevirəm, mən yaxşıyam, mən möhtəşəməm, niyə məndən belə danışır? Yəni, bu insan istəyir ki, situasiya öz-özünə həll olunsun və ilk addım səndən olsun. İlk addım səndən olsun və o da sonra addım atsın. Səndən gözləyir. Niyə özü addım atmır? Münasibəti bərpa eləmək üçün niyə özü addım atmır? Baxın, münasibəti bərpa etmək üçün niyə özü addım atmır? Özü addım atmaq üçün birinci situasiyada öz səhvini başa düşməlidir bu insan. Ki, öz səhvini başa düşmür. Səhv olmadığını düşünür, özünün ideal olduğunu düşünür, sənin haqsız olduğunu düşünür və buna görə də sən özün addım atmalısan. Həmçinin fikrində tutduğun insan deyəsən ailəlidir, evlidir. Əgər evlidirsə də bunun üzərində ailə baskıları da var və bir negativ də var. Yəni, bu münasibətinizi yarımçıq buraxan bir negativ də var. Çünki bu insan iradəsiz bir insandır. Dəqiqə sıfır iradədir bu insanda. Gəl baxaq. Addım atacaqmı? Sənin gözləndiyin addımı atacaqmı? Münasibətinizi bərpa etmək üçün addım atacaqmı fikrindəki insan? Nəticə etibarı ilə alabaşına külbaşına dilə qalış ki, bir addım atacaq. Amma bu addım səni qane eləyəcəkmi? Gəl buna baxaq. Atacaq addım.
Yoxsa belə də, baxım, onun atdığı addım səni qane eləyəcəkmi? Səni qane... Yox, inanmayacaqsan onun addımına. İnanmayacaqsan və görəcəksən ki, bu addımın içində manipulyasiyalar var. Yəni, elə bir sözlər deyəcək ki, sən başa düşəcəksən ki, məsələn, belə bir şey deyim. Tutaq ki, sən deyirsən ki, mənə vaxt ayırmırsan və yaxud da ki, mənim filan şey eləmirsən. Bu sənə başqa problemlərindən danışacaq, səni günahkar çıxartmağa çalışacaq və deyəcək ki, tutaq ki da, nə bilim, sən səhv başa düşürsən məni, sən mənim üstümə gəlsən, neysə də bir manipulyasiya tipli bir sözlər deyəcək. Özün başa düşəcəksən ki, manipulyasiyadır bu insan davranışları. Gəl baxaq. Ümumiyyətlə, münasibətinizi davam etdirmək üçün bu insan mübarizə aparacaqmı? Çox belə böyük bir mübarizə görmürəm bu insanla. Yəni, bir addım irəli, 5 addım geri addım atacaq bu insan. Tam olaraq bu insanın atdığı addımlar daha da itkiyə aparacaq. Yəni, bu insan bir addım atacaq, gözləyəcək 5 addım sən atasan. Sən addım atmayandan sonra da bu adam bilsən nə vaxt addım atacaq. Tam olaraq başa düşəcək və hələ inanmır sənin bundan ayrılacağına. Tam olaraq görəndə ki, net olaraq danışacaqsan ki, bilirsən nə var, artıq bura qədər gözlədim, bitdi, getdi. Ondan sonra başlayacaq addımlar atmağa ki, səni geri qaytarsın. Ondan sonra mənası yoxdur. Çünki bu insan hələ tam inanmır. Baxıram, münasibətiniz nə ilə nəticələnəcək? Ümumiyyətlə, fikrindəki insanla münasibətiniz nə ilə nəticələnəcək? Nə ilə nəticələnəcək? Heç nə, yol alıb çıxıb gedəcəksən. Ayrılıqla nəticələnəcək. Çünki burada yol alan sənsən, yola çıxan sənsən, ayrılan, uzaqlaşan sən olacaqsan. Burada başqa münasibətə gedirsən. Yəni, başqa birini seçəcəksən. Bu deyil. Bununla artıq yolun tamamilə elə bil ki, sonundasan, yolun ucundasan. 3-4 addım qalıbdır ki, artıq onu bitirəsən. Bu qədər. Tamam, gəl belə baxaq. Bəs sən bitirsən, çoxsu belə soruşur. Sən bitirsən, səni geri qaytaracaqmı? Səni geri qaytarmaq üçün mübarizə aparacaqmı? Bayaq zaten demişdim, amma yenə özəl sual. Bəli, sən bitirsən, səni geri qaytarmaq üçün addımlar da atacaq. Nə bilim, manipulyasiyalar yenə eləyəcək. Bunun başdan ayağa manipulyatordur. Bu addım atmaq əvəzinə qarşıdakını addıma cəlb eləyən bir manipulyasiyalar eləyir bu insan. Ancaq yəni sonradan atılan daş topuğa dəyir, nəysə boş ver. Bu düzəlməyibdir. Aldım, qəbul edim. Yaz ətraflı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxlayın.